Salam, hörmətli izləyicilər, sizlə Aqil Rəhimovdur. Qabaqda Parlament prospekti ilə kəsişmədir. 20 nömrəli məktəb, əvvəl Kəzbəyevin heykəli. Burada bir xatadan sizi qorumaq istəyirəm. Qabaqda bir svetofor var, yaşıl yanır, siz düzünə gedirsiniz. Tutaq ki, siz düzünə gedirsiniz. Düzünə getdikdə bir dənə də svetofor var. Sürücülərin çoxusu birinci svetofora, bax bu svetofora fikir verirlər, yaşıla gedirlər. İkinci svetofor stop xəttdən uzaq olduğuna görə orada dayanmadan gedirlər. Həm də orada sağda svetofor yoxdur. Mən bunu araşdırdım. Nişanlar əlbəttə birinci növbədə sağda olmalıdır, sonra solda təkrar oluna bilər. Amma svetofor barədə qanun deyir ki, svetofor yuxarıda da ola bilər, solda da ola bilər, sağda olmaya da bilər, ola da bilər. Olsaydı əlbəttə ki, yaxşı olardı, amma yoxdur. Bax, indi göstərəcəm sizə, qabaqda stop xətt var. Svetofor isə biraz uzaqdadır da. Çoxları fikir vermir, qırmızı yananda, bax bu stop xəttə dayanmadan gedirlər və 100 manat cərimə olunurlar. Diqqətli olun, cərimə olunmayın, diqqətinizə görə çox sağ olun.